Salam xəbərin brendi günün trendi efirdədir. Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. Salam əskər! Nə qədər sənin silahın sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əskərdir, zabitdir. Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah, düşməni qovan da əskərdir, düşməni məhv edən də əskərdir. Eşq olsun bizim əskərlərimizə. Bax, belə ordu yaratmışıq biz. Xankəndi şəhərində də 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib. Şəxsi heyət hərbi orkestr müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb. Azərbaycanın milli qəhrəmanı Aleksandr Kalyanovun anası Aktauda Azar təyyarəsinin qəzaya uğradığı yerdə ucaldılan abidəni ziyarət edib. Hamı kəmərlərini bağlasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. – 26 iyun narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə gündür. Bəşəriyyətin ən ağrılı problemlərindən olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu məqsədlə Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatın daha da gücləndirilməsi məqsədi ilə sosial çarxı hazırlayıb. Bəzən elə anlar olur ki, bizə uzanan dost əlinin nə qədər qiymətli olduğunun fərqinə varmırıq. Uğurlarımıza sevinən insanların dəyərini bilmədikdə, uçurumdan yuvarlanmaq an məsələsi olur. Bir yanlış addım və sən ömürlük onun əsirisən. Amma çıxış yolu hər zaman var. Yetər ki, özündə güc topla, iradəli ol, elə ilk dəfədən yox deməyi bacar. Unutma, narkotiklərdən istifadə sadəcə pis vərdiş deyil, o həyatını alt-üst eləyə biləcək faciədir. Narkotika yoxdur, həyatı seç. Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində dollar yağışına tutulması ilə bağlı görüntülər yayılıb. Şəbnəm Tovuzlunu dollar yağışına tutan həmin ailə Ofeliya və Luka ləqəbli oğlu narkotik alverçiymiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar. Sən mənim kaprizlərimə dözginən, mən də sənin kaprizinə göz yumum. Sən mənim kaprizlərimə dözginən, mən də sənin kaprizinə göz yumum. Mən də sənin kaprizinə göz yumum. Bakı şəhərində keçirilən əməliyyatlar nəticəsində 60 kiloqram narkotik maddə aşkarlanıb. Paytaxtın Sabunçu, Yasamal rayonlarında, eləcə də Yevlax rayonunda keçirilən əməliyyatlarla
Məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmailov tutulublar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marihuana, elektron tərəzilər və bank kartları aşkarlanıb. Onlar ifadələrində narkotik vasitələri, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədi ilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Gəlinlə qaynanası bıçaqlandı. Qaynata da saxlanıldı. Sabirabadda Beşdəli kəndində 61 yaşlı Aidə Məhəmməd qızı Hüseynova və gəlini 42 yaşlı Lətafət Muxtar qızı Hüseynova kəsilmiş, deşilmiş xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Qaynananın və gəlinin 68 yaşlı qaynata tərəfindən bıçaqlandığı bildirilir. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Ötən gecə Bakıda ağır yol qəzası baş verib. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində minik avtomobili Kamazla toqquşub. Nəticədə Kia idarəetmədən çıxaraq aşıb. Avtomobilin sürücüsü və sərnişinlərdən biri xəsarət alıb, digər sərnişin isə həyatını itirib. Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü Hovo markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb, qəza zamanı sürücü Orxan Mustafayev hadisə yerində dünyasını dəyişib. O, Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış. Bakının Babək prospektində yerləşən iri gövdəli bir ağac güclü küləyin təsirindən əyilərək qəzalı vəziyyətə düşüb. Hazırda həmin ağac həm ərazidən keçən piyadalar, həm də avtomobildə hərəkət edən sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Ağacın istənilən an aşaraq hərəkətdə olan nəqliyyat vasitəsinin və ya piyadanın üzərinə düşmə ehtimalı var. Belə hal isə faciə ilə nəticələnə bilər. Salam, bu Babək prospektində belə bir ağac var. Yəni yolla keçirdim, dedim maşın saxlayım. Çəkim, ağac əyilib, bərk külək olub, yəni əyilib, özünüz görürsünüz ki, yəni Babək prospektində maşın axını çoxdur, əyilib, hər an yola aşa bilər. Yəni aidiyyəti qurumlardan xahiş edirəm, əgər görürsə bunu, Babək prospekti və ünvan tam olaraq bilmirəm. Yəni çəkirəm, yəni aidiyyəti qurumlar və ərazini kimdir baxan, yəqin ki, görüb tanıyar buranı. Yəni hər an aşa bilər yola, təhlükə ola bilər. 051 583 24 08. Bu bizim qaynar xəttimizdir. Günün trendinə düşmək istəyirsinizsə, sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı WhatsAppda bizə yazın. Zəng etməyin, yazın və ya sizi maraqlandıran məsələlərlə bağlı video çəkiliş edin və həmin videonu 051 583 24 08 qaynar xəttimizə göndərin. Biz də hamıya həmin videonu göstərək. Necə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində İntiqam Nəbiyev küçəsində sahibsiz itlərin yaratdığı problemlə bağlı bir vətəndaş çəkiliş edib və qaynar xəttimizə göndərib. Azadlıq metrosu yaxınlığında 9 mərtəbəli binanın birinci blokunda liftin düyməsi ancaq basketbolçular üçün nəzərdə tutulub. Ən azı 2 metr boya malik olmayan şəxslər liftin düyməsini sıxmaq üçün mütləq tullanmalıdır. Sifariş verirəm, liftə minirəm, konofka axtardım sağda solda. Başımı qaldırdım ki, konofka buradadır. Boyu balaca olan neynədir yəni? Navranda olanlar yaxşı bilirlər ki, bu meşə ilə dənizin vəhdət təşkil etdiyi unikal ərazilər
möhtəşəmdir, amma potensialı hələ tam istifadə edilməyib. Dəniz qırağına turistlərdən çox inəklər gəlir. Ay siz mal saxlayırsınız, saxlayın öz evində. Yox, mal saxlamağa var, nədir? Harda saxlayırlar mal? Belə, burada nə var mal gəlib burada? Burada ot var, nə var? Gəlib cəmaət üçün burada yaratıblar belə problem. Paytaxtda avtomobil saxlamağa demək olar ki, yer yoxdur. Bu bir problemdir. Sürücülərin də məcburiyyət qarşısında uyğunsuz yerlərdə avtomobil saxlaması növbəti problemlərə yol açır. Zibil qablarının önündə maşın saxlayanlar istəmədən sakinlərin narahatlığına səbəb olur. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub. Necə gözəldir vətənimin hər qarışı. Odlar diyarında su ilə odun yaxşı yola getdiyi bir neçə məkan var ki, onlardan birini izləyici lentə alıb və sosial şəbəkədə paylaşıb. Özü də bura haradır deyə başlığı ilə. İzləyicilər də, elə biz də bu unikal görüntünün harada çəkildiyini müəyyən etmək vəzifəsini sizə həvalə edirik. Kim dostlar, məni çağırıblar bura ot düşməyə. Mən də baxdım ki, burada su içində alov çıxır. Alov. Gör nətər yerdir dostlar, necədir dostlar? Kim buranı görmək istəyirsə, Ostika motoru götürsün, gəlsin bura istirahətə. Necədir dostlar? Baxın, görürsən nə qəşəng yerdir, alov çıxır, alov. Qəşəng isti sudur. Vətəndaş həyat yoldaşını doğuş üçün xəstəxanaya apararkən yolda ciddi tıxaca düşüb. Həyəcan içində qalan vətəndaş həmin an Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşlarına, patrul avtomobilində xidmət aparan yol polis əməkdaşlarına müraciət edib. Vətəndaşın sözlərinə görə əməkdaşlar dərhal vəziyyətə reaksiya verərək peşəkar və məsuliyyətli şəkildə hərəkət ediblər, onları qısa zamanda tıxacdan çıxarıb xəstəxanaya çatdırıblar. Füzulidə uşaqlar Qarabağın oyunçularını sevinclə qarşılayaraq onlar üçün Qarabağ mahnısı oxudular. Beyndaxili qansızma diaqnozu qoyulan aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxarılıb. Aktyor sosial şəbəkə hesabında səhhəti ilə bağlı paylaşım edib. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım, bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şey dəyişməli olacam deyə aktyor qeyd edib. Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır. Tarixə 12 günlük müharibə kimi düşən İran-İsrail müharibəsi yekunlaşandan bəri dünyada sosial media platformaları ilə demək olar ki, hamı öz düşüncələri ilə hansı tərəfin qalib olduğu sualına cavab axtarır. Hər iki tərəf özünü qalib sayır. Bugün İranın ali rəhbəri də Tehranın İsrail üzərində qələbəsini elan edib. Niderland kraliçası Maksima hərəkəti ilə gündəmə gəlib. O, Haqada Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla foto çəkdirərkən Amerika liderini parodiya edib. Kadrlarda kraliçanın Trumpın təşəkkür edirəm sözünü necə təkrarlaması və yamsılaması əks olunub. That's the picture we want. Yeah. Well, I hope you slept well. It was great. Yeah. Thank you all very much. Thank you very much. Wonderful. Actually, Daha bir qrup Ukraynalı əsirlər öz vətənlərinə geri qayıdıblar. Bu barədə Ukrayna prezidenti Volodymyr Zelenski paylaşım edib.
Amerika Birləşmiş Ştatlarının Florida ştatında Largo şəhərində tornado onlarla evi dağıdıb. İnfrastruktur ciddi zərər görüb. Fəlakətin fəsadları an-ban kameralara yansıyıb. Yaponiyanın Urawa klubunun azarkeşləri etdikləri hərəkətlə gündəmə gəlib. Onlar klublar arası dünya çempionatının qrup mərhələsində Monterrey 0-4 hesabı ilə uduzduqları oyundan sonra tribunaları təmizləyiblər. Yaponiyalı tərəfdarların bu hərəkəti alqışlanıb. Lionel Messi'nin formasını geyindiyi Inter Miami'nin klublar arası dünya çempionatında iştirak etdiyi bir maçda həm duyğulu, həm də gülməli hadisə baş verib. Oyunlardan birində tribunaya yaxınlaşan yaşlı bir azarkeş əlində parlaq plakat tutaraq belə yazıb. Mənimlə evlənərsən, kadrlarda Argentinalı ulduzun bu etrafı görəndə necə utanaraq gülümsədiyi aydın görünür. Hörmətli tamaşaçılar, sizə bugünlük günün trendində təqdim etdiyimiz xəbər ziyafəti yekunlaşdı. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.